uşaqlar. Necəsiz? Heç soruşmursunuz, cırtdan necədir, nə cürdür, neçə proqramda bir yerdəyik. Heç soruşurlar. Da yox, istəmirəm dayı, gecdir. Nə mənası var ki, soruşmağın mən deyəndən sonra? Heç kəs məndən soruşmur ki, cırtdan, necəsən? Cırtdan, niyə qəmlisən? Cırtdan, bəlkə başına bir iş gəlib, bəlkə bir problemin var. Amma mən olsaydım, soruşardım, getdim mən. Salam əziz uşaqlar, necəsiz? Hər vaxtınız xeyir olsun. Mənim biraz problemim var, ona görə belə keyfim yoxdur. Sizə deyim, yox, istəmirəm sizi narahat edeyim. Güya nə olub ki sənə? Ancaq özü fikirləşirsən, bir qırağı fikirləşmirsən. Qoy deyim, deməli siz nə olmuşdu? Yox, qoy qalsın, yaxşı. Nə oldu? Siz fikir verməyin, yadınızdan çıxartın. Deyirəm, özünüz necəsiz, nətərsiniz, yaxşısınız, həmişə belə yaxşı olun. Cırtdan, doğrudan cırtdan. Cırtdan. Nə yaxşı yadıma düşdük. Yenə nəsə olub. Cırtdan. Niyə üzvü çevirmirsən belə? Nə olub, nəsə olub? Yox, heç nə olmayıbdı. Güya maraqlıdır ki, sənin üçün nə olub, necəyəm, nə cürəm? Necə yəni maraqlıdır? Mən deyirəm, elə cırtdanla danışımda nə olub ki? Yəni həmişəki kimi də sən gəlmirsən, uşaqlarla salamlaşın. Yox, özü uşaqların yanında elə göstərmə ki, güya mənim halımdan narahatsan. Güya mənim bu halım sənin üçün maraqlıdır. Yaxşı. Siz bilirsiniz nə olub? Bilmirsiniz? Nəsə olub? Sizlə də elə danışıb. Yaxşı, cırtdan bir dəqiqə dayan görüm. Uşaqlarla da belə danışmısan. Nə xəbərdir, nə məsələdir? Yəni, mən bilmək istəyərdim. Yəni, bu danışıq tərzi nə cürdür? Bəlkə məndən dilləşmək istəyirsən. Mən heç səndən dilləşmək istəmirəm. Yox, mənim heç elə bir fikrim yoxdur. Mən bilirdim sən məndən çoxdan soyumusan. Sizin heç biriniz cırtdan maraqlandırmır. Heç biriniz demirsiniz ki, cırtdanın bəlkə başına bir iş gəlibdir. Gördüm də, gördün ki, mənim halım yoxdur da. Görürsən, maraqlanmırsan. Bilirsən nə var? Mən səndən küstüm. Get. Məndən küstün? Danışdırma məni. Cırtdan, sən də danışmırlar. Yaxşı, küstəm. Küstüm. Nəyəsə, dilləşməyəcəm mən də. Uşaqlar, gedək tapmacaya. Gedək. Mən də bir nəfərlə danışmıram. Çünki onsuz halım yoxdur. Getdik uşaqlar. Tapmacaya mənlə gedirik. Getdik uşaqlar mənlə. Yox, bahəm gedirik. Tapmaca mənlə. Gedirik bahəm. Sən danışdırma məni. Dostlar, bugün də sizə çox sevdiyiniz bir tapmaca hazırlamışam. Cavabını bilirəm ki, çox tez tapacaqsınız. Çünki bütün uşaqlar onu çox sevir. Ağac başında ağca yumaq. Görəsən nədir o? Ağac başında ağca yumaq. Cavabı bilirsiniz? Tez yazın aşağıdakı nömrələrə göndərin. Cırtdan da sizə hədiyyə qazandırsın. Bəli, cırtdan. Görüm hələ, sənə bu günləri nəyin nağılını danışım? Nənə, nağıl danış. Danışacam, dayan. Aha, gəl sənə mən bugün qoğalın nağılını danışım. Çox maraqlı nağıldır. Urra! Deməli belə, biri var idi, biri yox idi. Bir qoca kişi ilə bir qoca qarı yaşayırdı. Bir gün kişi dedi, mən çox acımışam, mənə bir qoğal bişir. Qoca qarı ayağa qalxdı, unu gətirdi və undan bir qoğal bişirdi. Qoğalı pəncərənin qabağına qoydu ki, qoğal soysun.
Elə bu vaxt bilirsən nə oldu? Nə oldu nənəcan? Elə bu vaxtı qoğal cana gəldi və pəncərədən yerə atıldı. Dığırlana, dığırlana başladı getməyə. Nənədən, babadan qaçdı. Getdi, yolda dovşana rast gəldi. Dovşan onu görüb dedi: "Ay, nə dadlı qoğaldı. Elə yemək istəyərdim bunu." Qoğal dedi: "Unudum qoğal olmuşam. Un ilə yoğrulmuşam." Dovşan dedi: "Ay, nə dadlı qoğaldı. Nə bunu yeyərəm? Sən kimsən?" Qoğal dedi: "Unudum qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana dovşandan qaçdı və yoluna davam etdi. Elə biraz getmişdi ki, bilirsən hansı heyvanla rastlaşdı? Canavarla. Canavar neynədi? Hə, canavarla. Canavar dedi: "Ay, nə dadlı qoğaldı. Hey, sən kimsən?" Qoğal dedi: "Oldum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana canavarın yanından ötüb keçdi. Biraz yol gəlmişdi ki, indi sən təsəvvür elə. Biraz yol gəlmişdi ki, ay cırtdan, denən görüb hansı heyvana rast gəldi? Hansı heyvana rast gəldi nənə? Dayan deyəcəm. Ayya. Ayı dedi: "Nə dadlı qoğaldı. Nə bunu yeyərəm?" "Ey, sən kimsən?" Qoğal dedi: "Oldum qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam, dovşandan da qaçmışam. Hətta canavardan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib dığırlana ayının yanından ötüb keçdi. Yoluna davam etmişdi ki, səncə bu səfər hansı heyvan qabağına çıxdı? Ay nənə, meşədə heyvan qaldı bəyəm. Ay səni deyəcək. Əlbəttə ki, qaldı. Tülkü. Bəli, tülkü gördü ki, dadlı bir qoğal gəlir. Dedi: "Nə bunu yeyərəm?" "Ey, sən kimsən?" Qoğal dedi: "Unudum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan, canavardan, ayıdan da qaçmışam. Səndən nə var qaçmağa?" Tülkü dedi: "Nə gözəl oxudun, amma heç eşitmədim. Olar ki, biraz yaxına gələsən?" Qoğal dığırlanıb gəldi, lap yaxına və başladı mahnısını bir də oxumağa. Tülkü dedi: "Yox, eşidə bilmədim. Olar ki, burnumun üstündə oxuyasan?" Qoğal atıldı onun burnunun üstünə. Başladı yenə oxumağa. Tülkü dedi: "Yox, eşitmədim. Olar ki, dillimin üstündə oturasan?" Və qoğal onun dilinin üstündə oturdu və mahnını elə oxumuşdu ki, hop, tülkü onu yedi. Nağlımız da cırtdan burada bitdi. Ay nənə, deyirəm ki, qoğal nənədən icazəsiz getməsəydi, tülkü onu yeməzdi, hə? Aferin sənə, bəli. Tülkü onu yeməzdi. Hə uşaqlar, mən sizə demişdim ki, bir dənə kitab gətirib sizinlə oxuyacağam. Bəli, bir nəfərlə burada danışmıram. Çünki bayaqdan bir təhər eləyib mənə. Onsuz da halım yoxdur, sözləşməyə halım yoxdur. İstəmirəm kimdənsə özümü yorum. Hə uşaqlar, nə danışırdıq? Hə, bax bir maraqlı kitab. Necəsiz, neyinirsiniz? Cırtdanın dostları, necəsiz? Yaxşısınız? Cırtdanın dostları. Nəsə uşaqlar. Cırtdanın. Dinləyirsiniz də? Hə, burada bir maraqlı bir sual verirlər. Hə, uşaqlar, deyirəm ki, dostlarım, cırtdanın qəşəng dostlarım. Mən də kitab gətirmişdim, qaldı o tərəfdə. Ona görə, yəni mən də sizə belə oxuduğum qədər sizə biraz məlumat vermək istəyirəm. Necə, xoşunuza gəlir, yəni məlumat verim sizə?
Siz fikir verməyin, öz üçün danışır da burada. Hə, bunu deyirdim. Deməli burada yazılıb ki, Mənim dostlarımsız, mənim. Hə, ancaq cırtdanın dostlarısız, başqasının yox ha. Nə öyrənmək istəyirsinizsə, cırtdan hazırdır. Sizə öyrədəcək. Heç narahat olmayın dostlarım. hə. Yəqin ki, qurtardı da, mən başlayım. Hə, uşaqlar deyirdi ki, burada deməli... Uşaqlar deyirəm, burada görün nə qəşəng şeylər, yəni ki, oxuduğum qədər nə qəşəng şeylər yazılmış. Cırtdan! Çiçək var xanım. Nə qədər sözümü kəsəcəksən axı? Dostlarım mənimdir, özüm bilərəm. Özə mən səndən danışmıram. Hə? Mən də səninlə danışmıram, amma imkan vermirsən uşaqlarla danışım. Bu uşaqlar hara gəlib proqrama? Kimin proqramına? Mənim proqramıma gəliblər. Proqramın adı nədir? Cırtdanın macəraları. Kimin macəraları? Cırtdanın. Eşitdin? Cırtdan. Cırtdan. Uşaqlar çiçək bacını da istəyirlər. İstəyirlər onlarla da danışsınlar. Hə, onlar daha doğrusu istəyir. Özü ağıl qoymayıb artıq. Məndə başım gedir. Özü Mən səndən sözüm də danışan topuq. Yəni dilim də topuq vurur əsəbdən. Sənlə danışan var. Mənim üstümə qışqırır. Sən bayaqdan səsimi kəsirsən də, mənim sözümü kəsirsən. Yəni imkan vermirsən uşaqlara söz verdiyin kitabını da oxuyun. İndi mən burada sənin əlindən kitab oxuya bilməyəcəm, hə Çiçək xanım? Hanı kitab? Oxumuşam, oxuyurdun? oxuduğumu demək istəyirəm də. Nə Yaxşı. olsun, bir dənə sən Qoy kitab danışsın oxuyan. öz üçün. Özü sənlə danışan yoxdur, get orada, o tərəfə get. Sənlə də danışan Keç o yoxdur. tərəfə. İmkan ver ya. Danışma, Nəysə. məndən küsmüşəm. Küsən adamlar danışmır Danışmıram bir-biri ilə. səndən. Mən də kəndimə küsmüşəm. Keç oyna. Hə, uşaqlar deməli. Uşaqlar, mənim dostlarım, qəşəng dostlarım, cırtdanın qəşəng dostları. Dayan bir verilişə dəqiqə, xoş zəng gəliblər. gəlir. Bəli, zəng gəlib, mən də onu demək istəyirdim. Sözümü kəsmə. Gedək müsabiqəyə uşaqlar. Hə, gedək. Uşaqlar, mənlə gedirik müsabiqəyə. Getdik. Bahəm gedirik. Getdik uşaqlar. Mənə gəl, yəni. Bura gəl. Yaxşı da. Getdik. Salam dostum. Necəsən? Yaxşıyam. Adın nədir? İsmail. Neçə yaşın var İsmail? 12. 12. Tanıyırsan mən kiməm? Tanıyım. Adım bilirsən Tanıyım. də. Çıkarsan. Qəhrəman cırtdan, cırtdan yox. Qəhrəman cırtdan. Hə, oyunumuza hazırsan? Hadi. Yuxarıdakı xanalardan birini seçirsən və nə edirik? Başlayırıq oyunumuza. Yaxşı. Başlayaq. Xanalardan birini seç, başlayaq. Qəhrəman cırtdan. Divə qalib gələn cırtdanla oyun oynuyorsunuz. 3. 3. 3. Hə, getdi oyunumuza dostum, getdi. Başlayaq. Aha, başlayaq. Aha, bilirsən bu oyunumuzu, bilirsən? Yox, öyrən. Bu oyunda bilirsən də kasanın altında bir dənə yumurta var. Və bu yumurtanı nə etməlisən? Kasalar fırlanacaq və altından tapmalısan. Tapmalıyam. Bəli, doğru cavabı mənə verməlisən və hədiyyə qazanmalısan. Yaxşı, Hazırsan? başlayaq. Başladı. Hadi, hazırım. Hazırıq, getdik. Getdik. Aha. 1. Ya indi fırlanacaq da gözlə. Görə indi hardadır? Diqqətli baxdın? 1. 1. Baxaq görək. Vay, ikincidəymiş. Diqqətli bax dostum. Yenidən oynayırıq. Hazırsan? Hə, hazırım. Diqqətli bax. Aha, nənəmin yumurtası ya, ehtiyatlı olun, qırılmasın. Yaxşı, baxsın. Hardadır? 1. 1. Birdədir. Baxaq görək. Afərin! Görürsən, diqqətli baxanda deməli, xal qazana bilirik. Üçüncündə oynayaq. Hazırsan? Oynayaq. Hə. Başladı. La 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 la.
La 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 la. Hazırladı dostum. 2 tane. İçini açaq. Atın. Ay ay ay. Üçüncüdeymiş. Eybi yoxdur dostum. Bizdən 20 xal qazandın. Keçək o bir oyunumuza. Geçək. Keçdik. Hə dostum, bizdən 20 xal qazanmısan və keçək o biri oyunumuza. Hazırsan? Geç. Hazıram. Xana seç, xana tez ol. 2, 2. 2. La 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 ciddi. Heyecanlı bir heyecanlı. Yapalım heyecanlı. Heyecanlı. Hə dostum. Burdasan? Hə, görürsən də Buradayım, buradayım. qoyunlarımı görürsən də sən, hə? Hadi görürüm. Bu qoyunların sayını mənə deyəcəksən. Və ən əsası, qıraqdan canavar gəlsə, mənə xəbər elə. Yaxşı? Alabaş getsin onları Yaxşı. qovsun. Başlayaq? Yaxşı. Başlayalım. Başladıq. Canavar gəlir. Canavar gəlir. Hə, qovdu alabaş, afərin. Sonra yenə gələndə xəbər elə. 9. Canavar gəlir. Canavar gəldi. Geldi. Ne gelir orada? Alabaş getdi qovmağa. Sayıl diqqətli ol, canavar. Canavar geldi, canavar Canavar geldi. gəldi canavar. Canavar. Al başım. Alabaş get, tez ol alabaş. Afərin sənə. Mənim qəşəng alabaşım, gözəlim. Qəşəng qoruyur qoyunları. Canavar geldi, canavar, canavar. Alabaş qaç. Neçə dənədir qoyun? Saydın? Ha 9. Diqqətli say, tez ol, vaxt az qalıb. Diqqətli say. Tez ol, tez ol, tez ol, tez ol. 13, 13. 13, 13. Alabaş. Aa, 12 dənəymiş, 13 dənə deyilmiş. Ay zar. Dedim sənə diqqətli ol dostum. Keçək görək. Nə qədər xalımız var? Hə dostum, 20 xal qazanmısan bizdən və bu oyunda iştirak etdiyin üçün cırtdan da sənə 20 xal hədiyyə verir. Ümumilikdə 40 xal hədiyyən olur sənin. Təbrik edirəm. Bu da o deməkdir ki, 40 manat dəyərində hədiyyə qazandın bizdən. Sən də dostlarına denən ki, gəlsin cırtdanla bərabər oyun oynasın. Yaxşı? Oldu, oldu. Sağ ol. Sağ ol. Hə deyirəm uşaqlar, sizdən gələn məktublardan istəyirəm burada oxuyum. Deyirəm nə gözəl yazmısınız. Aha, Başladı bax yenə deyirlər, özünü bax tərifləməyə. sizin proqramınızı çox sevirik. Ay biz də sizi çox sevirik. Çox Hə, sevərik. uşaqlar, siz mənə zəng eləmişdiniz? Hə, Yenə Kamran, sənin bir problemin var. Onu həll eləyə bilmirsən. Hə, narahat olma, mən sənə kömək eləyəcəm. Narahat olma dostum. Sən imkan verməyəcəksən də mənə, hə? Buna bax sən. Nəysə, davam edirik uşaqlar. Deməli, aha. Deyirəm ki, bax uşaqlar. Ola bilər, hər kəsin problemi olsun. Bəli, Cırtdan bəli, hər demişkən. kəsin problemi olur və Sən bura niyə cırtdan gəlmisən? hər zaman onların yanındadır, onların problemlərini həll eləyir. Mən belə başa düşdüm ki, bugün mən ağzımı ata bilməyəcəm. Keç oyan. Bəsdir də, get Keç oyana. Aa, mənə əl qal. Get. Əlini vurma mənə. Buna Sən bax də hələ. mənə əl vurma. Nə Sən olsun get o ki, tərəfə. Sən öz yerinə get. Get. Ayağın altında qalmışdım. Keç o yana. Nə olsun boyun balacadır. Amma ağlın Uşaqlar, siz fikir Yaxşı verin. işləyir. Özü bilər. Deməli. Hə, bax burada yazmısınız ki, bax Çiçək bacı, sizin problem, yəni mənim bir problemim var, bilmirəm necə həll edeyim. Hə, bir nəfər
Dostun Güya səndən problem küsüb. həll Aha. Yazıbsan ki, dostun səndən küsüb, amma mənə demir niyə küsüb. Hə, Bilmirəm Kamran, xəbərini. dostum. Deməli nə demişdin? Deməli demişdin ki, necə qalib olmaq istəyirsən ki, hamı sənə desin ki, sən sənə Kamran, qalib oldun. Bəli, düz ünvandasan. Mən divə qalib gəlmiş cırtdanam. Sən mənə yaxınlaşmalıydın. Düzgün ünvandasan. Bəli, mən sənə yolunu göstərəcəm. Hə, Heç uşaqlar. narahat Deməli olma. nə deyirdik? Deməli deyirdik ki, mən belə görürəm başqa cür danışa bilmərəm də. Hə, onda düzdür. Yəni uşaqlar belə eləməyin də. Məsələn, bax, ola bilər incimisiz, narahat olmusunuz, amma deyin. Yəni Deməli belə, əsəbiniz- uşaqlar, deməli həmişə qəhrəman göstərməlisən özünü. Heç kəsdən Gəl qulağımı dibində qorxmamalısan, danış. Özünü qorxaq göstərməməlisən. Sənin sözün keçməlidir. Keç o yeri ver. Birinci sən danışmalısan. Əlvi seç. Bu cür olmalısan. Uşaqlar, Yoxsa mən səni neyim axı zəif bunun bilərlər. əlindən? Bu qədər. Yaxşı. Nəysə, zəng gəlir. Gedək müsabiqəyə uşaqlar. Yəni imkan vermədin, neyim? Hə, gedək uşaqlar müsabiqəyə. Müsabiqədən sonra danışarıq. Uşaqlar getdik məndən müsabiqəyə. Gəlin cırtdanın dostları. Getdik. Salam dostum. Necəsən? Salam. Yaxşıyam. Möhkəm danış da, yemək yeməmsən? Yox. Müsabiqəyə Yaxşıyam. gəlmisən. Möhkəm danış və oyunumuzu başlayaq. Adın nədir? Zeynəb. Neçə yaşın var Zeynəb? 13. 13. Hə, tanıyırsan mən kiməm? Hə. Adım nədir? Qəhrəman Dıstan. Afərin sənə, qəhrəman cırtdan. Hə, Zeynəb, əgər hazırsansa yuxarıdakı xanalardan birini seç və başlayaq oyunumuza. Xanalar. Birinci xananı seçdim. Birinci xananı seçirik. Getdik. Dostum salam bir də. Oyunumuza xoş gəldin və bu oyunumuzda qoyunların sayını mənə deyəcəksən. Və ən əsası dostum, qıraqdan əgər canavar gəlsə, mütləq xəbərini mənə ver ki, Alabaş onu qovsun. Yaxşı dostum? Canavar. Yaxşı. Hazırsansa başlayırıq. Hə. Getdik. Canavar gəl, canavar. Qoyunlara diqqət edirik, canavarlara da Canavar həmçinin. gəl, canavar. Canavar gəldi. Afərin sənə Alabaş. Çox sağ ol Zeynəb. Bizə canavarın gəldi. Nə dedin? Alabaş onu qovdu. La 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 la. Canavar gəlir, canavar. Canavar gəldi. Qaç Alabaş. Aha. Canavar gəlir, canavar. Canavar gəlir, qaç Alabaş, kömək ol onları, qov bu qoyunlarımızı yeməsin. Qoyunların sayını denən görün mənə. 12. 12. Bir dənə də bax, Canavar gəlir, canavar. Canavar gəldi, qaç, canavar gəldi. Ha, 11 imiş. Say, sən 12 dedin. Eyb yoxdur dostum, keçək o biri oyunumuza, hə? Keçək? Getdik. Hə, dostum. Hazırsan o bir oyunumuza? Bəli, hazıram. Keçək o bir oyunumuza. Yaxın Xana seç.
2. 2. Getdi. Qarşı. Hə dostum, deməli, burada sən qutuların üstündə sual işarəsi görürsən, düzdür? Və bu sual işarəsinin altında cavablar var. Və sən bu cavabı tapmalısan. Nə cür tapacaqsan? Yuxarıda sənin üçün şəkillər gələcək və o şəkillərə uyğun cavabı tapmalısan. La. Hazırsan? Hazırım. Başa düşdün? Bəli. Açılsın şəkillər. Şəkillərə diqqətlə bax, gör nəyə uyğun gələ bilər. 2 sözdür. La. Ad günlərinə uyğun gəlir də, ad günlərinə uyğun. Yəni cavab nədir? Tort. Yox, tort var. Tortu biz harda istifadə edirik? Ad günlərində Ad günləri, bəli, ad günü olaraq qəbul eləyirəm. Baxaq görək. Xanalar açılsın, görək altında nə yazılır. Ad günü. Doğru cavab verdin dostum. Təbrik edirəm səni. Getdi görək nə. Dostum, səni təbrik edirəm. 70 xal qazandın. Və bizim oyunda iştirak etdiyin üçün sənə 10 xal da cırtdan hədiyyə verir. Ümumi xalın 80 xal. Və sən, bu deməkdir ki, sən cırtdanın macəraları verilişindən 80 manat dəyərində hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ ol. Dostlarıma denən ha, gəlsinlər cırtdanla bərabər oynasınlar. Yaxşı? Sağ ol. Sağ olun. Hə, indi də bəzi adamlar bu tərəfə keçə bilməzlər. Yaxşı oldu belə olmağı. Bəzi adamlar heç yalvarsalar da keçməli yox tərəfə. Bəzi adamlar da eşitsinlər ki, oradan bu yana keçmək olmaz. Bəli. Bəzi Özləri adamlar də tək eşitsələr qalsın. yaxşı olar. Tək qalsınlar bəzi adamlar orada. Rahatlasınlar. Özləri ilə danışsınlar. Allaha şükür, mənim dost tanışım çoxdur. Heç də tək qalmayacağam. Bəziləri narahat olsun ki, tək qalıblar orada. Nə? İndi tək olduğuma görə bəzi adamlar yeməklərdə mənə mane ola bilməzlər. Bayaq deyirəm uşaqlar, sizə kitab oxuya bilmədim. Qoy onun ardını Qoy mənim oxuyum tərəf sizə. tərtəmiz olsun. Qoy bir də Hə, harda qalmışdı? İndi bu dəqiqə əlimə keçən atacağam o tərəfə. Dayan, tapım onun yerin. Dayan, Bəzi adamların nə bilim səsi gəlir. Mən özüm bilərəm öz yerimdə nə edirəm. Orada nəsə səslər gəlir, eşidirəm ha. Fikir verməyin. Hə, harda qalmışdım uşaqlar? Hə, tapdım yerin. Nə tapdın, nə tapırsan, nə atırsan oradan belə, ha? Hünərin var oradan nəsə at bura. Nənəmə deyərəm. Kimi atır? Sən də özün üçün danışırsan orada. Nəysə, fikir verməyin, öz üçün danışırdım. Baxıb boyum da satmaya görməyəm. Hə, deməli burada yazıb uşaqlar. Axı ki, oxuya bilərsiniz. Uşaqlar, dostlarım. Deməli bu çəpəri onun üçün çəkdik ki, yəni ki başqa adamlar, yəni danışmadığım adamlar bu tərəfə keçə bilməzlər. Danışır da. Bəli. uşaqlar, deməli burada yazılıb ki, ata bilməzlər. deməli burada soruşulur ki, dostlarım, qəşəng dostlarım, mənim gözəl dostlarım, bəli, nə vaxt istəsəz cırtdan sizə kömək eləyəcək. Yorulsaydı danışmaqdan. Narahat yorulmur, olmuyor. çənə yorulmur. Yəni bu çənə yorulmur. Yo, Cırtdan yorular, bəzilər yorular. Deyirəm ki, dostlarım, qəşəng Harda dostlarım. qalmışdım? Deməli deyirdim ki, Gülməliydi hə deməli uşaqlar. bəzi vaxtlar sizin də beynimizə bu Uşaqlar. suallar gəlir. Uşaqlar, yox ey kameralı saçlar orada. Dayan görüm. Ata da bilmədim oradan Sən düşmədi, hündür Bura olmuşdu. bax.
Hə. Hey, Bəli, mən buranı təmiz saxlayıram. Əlbəttə ki, öz yerimiz özün təmiz tərəfi təmiz olmalıdır. saxlayırsan, buranı bulaşdırırsan. Kim bulaşdırır oranı? Yenə atdı. Buna bax sən. Hey, bura bax. Bəli, öz yerimiz təmiz olmalıdır. uşaqlar bunu. Başqa yerlər bizim üçün maraqlı deyil. Təmiz olsa da olar, olmasa da olar. Bəziləri öz yerlərini heç yaxşı da saxlaya bilmirlər. Bəli, bəziləri tökəndə burada mən nətər təmiz saxlayım buranı? Hə. Dayan görüm. Hə, yo, sən hara atırsan bu Tərəf tərəfə? atırsan, dayan indi, Sən dayan. atırsan bura. Ala, Dayan. Buraca. Buna bax. Allah. Yaxşıdır görün. Başıma düşmüşdü. Allah. Azək Allah. gəlir. Hə, uşaqlar getdik müsabiqəyə. Allah. Bura gəl. Uşaqlar gedin müsabiqəyə. Bura gəl. Buna bax hələ mən. Geç ora. Atma mən tərəfə. Demirəm sən atma. Buna bax. Pis. Salam dostum. Dostum salam. Salam, Necəsən? yaxşıyam. Adın nədir? Kazımlı Fatimə. Fatimə. Mən Neçə yaşın var Fatimə? 8. Hə, 8. Oyunumuza xoş gəlmisən. Fatimə, buradakı xanalardan birini seç və oyunumuza başlayaq. Hazırsan? Bəli. Xanalardan birini seç dostum. Başlayaq oynamağa. Tez ol. 4. Getdi. Hə dostum, oyunumuza xoş gəldin. Bu oyunda göründüyü kimi burada bir qulaqcıq var və bu qulaqcıqdan səslər çıxacaq. Sən bu səsi eşidəcəksən və bizə doğru cavabı bildirəcəksən və doğru cavab da bu gördüyün qutunun içindən çıxacaq. Hazırsan? Bəli. Onda başladıq. Nə səsidir görəsən? Qurbağa. Aha, görək qutunun içindən nə çıxacaq? Görəsən qurbağa çıxacaq? Aferin sənə! Qulaqların yaxşı eşidir ha dostum. Keçək o bir oyunumuza. Dostum, 70 xal qazandın bizdən. Səni təbrik edirəm. İkinci oyun oynamaq istəyirsən? Bəli. Onda xana seç. La 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 la. 6. La 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 la. 6. Açılsın 6-cı xanamız. Hə dostum, xoş gəlmisən oyunumuza. Burada gördüyün kimi mənim qoyunlarım dayanır. Və sən mənim qoyunlarımı sayacaqsan, sayını mənə deyəcəksən. Və qıraqdan görsən ki, canavar gəlir, onun xəbərini mütləq bizə ver ki, Alabaş getsin onu qovsun, yaxşı? Sən onun xəbərini bizə verməsən, yoxsa gələr qoyunlarımızı yeyər və oyunun qalibi ola bilmərik. Yaxşı? Hazırsan? Bəli. Onda başladı. Hə, bax gör. Qoyunlar, ay canavar gəldi. Canavar gəldi. Aha, getdi. Alabaş, ağıllı Alabaş, qəşəng Alabaş.
Qoyunlar. 12 tane koyun var. Diqqətli say, diqqətli say. Canavarları da unutma ya. Canavar geldi. Canavar geldi, Alabaş kaç görün. Neçə dənədir say, vaxt az qalıbdı. 13 tanedir. Aha, baxaq görək 13 dənədir. Canavar geldi. Canavar geldi qaz. Aferin sənə. 13 dənə qoyunlarımız var imiş. Doğru cavab verdin. Təbrik edirəm səni. Hə dostum, deməli bizdən 140 xal qazandın. Səni təbrik eləyirəm. Və mən də sənə 10 xal hədiyyə eləyirəm ki, bizim oyunumuza gəldin, oyunumuzda iştirak elədin. Sən də dostlarına mütləq bildir ki, bizimlə oyun oynasınlar. Və bu da o deməkdir ki, dostum, sən 150 manat dəyərində hədiyyə qazandın. Təbrik eləyirəm səni. Sağ ol. Sağ ol. Hə, dayan gözlə. necədir? Mənə yenə də atır. Buna bax hələ. Birinci sən mənim Öz atdıqlarındır. Ata Hamısı öz bilmədim. atdıqlarındır. Mənim tərəfə atır. Buna bax dayanmır. Buna bax hələ. Çiçək bax, ala bu da sənin, ala bu da sənin. Al. Çox alır buna bax hələ. Bu da sənin. Götür. İndi oxay. Hə, xoşuma gəlir. Başıma dəydi yavaş, yavaş başıma dəy. Dayan gəlirəm. Gözlə gəlirəm mən. Hə, bu Gör, indi bunu portalı atsam. sən Bura gəl. atmışdın mənə. Hardasan? Hardasan bura gəl. Tez ol, bura gəl görüm. Ay. Sən. Buna baxın. Uşaqlar. Bu laf ağın çıxartdı ya. Yoxsa Nədir? tapıb bura bax sən. Nə atırsan sən? Yavaş. Al. Ay başa baş. Gözlə. Ay. Nə oldu? Ay. Ah, nə oldu uşaq? Ay. Dayan görüm. Ay ayağım. Ayağım. Ay. Zarafat edirsən? Acıqdan. Yox, əzilib bu. Dəymə. Mənə bax, nə oldu sənə? Ay cırtdan. Sənə kimdə də onu götür. Ayağım. Baxın bir dənə baxın. Dəymə. Dəymə. Yaxşı. Ay. Bir də baxıram nə var Yox, yolda. baxma. Onun altında qaldı, hə? Ay ayağım. Əslən mənə nə? Amma yazıq. Özü sən sərhəddən niyə keçmisən bu yerə? Keç öz Mənə bax, dayan bir dəqiqə. Ay. Cırtdan, Ay, bir də istəyirəm kömək eləyim. Ayağım möhkəm əzilib. Dayan baxın. Vay, nə günə qoyub ayağın. Buna baxın. Cırtdan, əslində dayan. Dayan bir dəqiqə. Ay Cırtdan, nə eləyirsən axı, hə? Heç nə, qonşuya daş atmaq istirdim, yekə daş ayağıma düşdü. Qonşuya daş atmaq istəyirdim. Qonşum da sən Bilmirsən ki, qonşuya daş atanda belə olur. Hansı qonşuya atırdın? Ay, üf. Cırtdan, Üfür yaxşısan. ayağımı üfür. Ayağımı yavaş tut. Bir də baxım sınmayıb, bir dəqiqə dayan görüm. Yavaş qaldırma çox. Boyun balacadır, yıxılaram yerə. Yaxşı, baxım görüm nə olub sənə. Harı Baxım. ayağım oldu. Vay, gərək sarıqlayaq. Ay. Cırtdan, ay Cırtdan. Hey, ay Cırtdan. Özümə gəl. Ay, hardayam? Hara Yaxşı, düşmüşəm? Cırtdan, yaxşı. Hardayam? Bura Mənə haradır? bax, ay Cırtdan. Bura haradır belə? Aha, Bəyəndin işivi. Ha? Bəyəndin işivi. Neynədim ki mən? Sən heç nə. Gördün neynədin? Axırı gəlib hara çıxdı? Çiçək bacı, sən də başladın da mənə. Qonşuya atacaqdım da. O gəldi. Sən ağıllı Cırtdan axı. Bax bu gör nə deyirəm. Bu işlərin yeri yox deyə ay Cırtdan. Ay, ayağım ağrıyır amma çiçək. Mən əslində səndən küsməmişdim ki. Bəs niyə mənə atırdın oradan bəs? Göstərirdim ki, görüm necədir də, bu vəziyyət necədir. Ay Cırtdan. Və küsməmişdinsə, ağrıyır çiçək bacı ayağım. O üfürməklə sağalmaz. Gözlə onu mən sarıyaram. Yaxşı? Aha. Mənə bax. Ay, Yaxşı həkim dayağın. çağır. Ay, yavaş. Yox, baxıram elə belə. Bax. Bura Ay, ağrıyır. yavaş.
O ağrıyır. Bəs bu bura ayaq üstünə düşmüşdü. İkisinə də düşüb. Sən bir dənə dur ayağa. Ay, qalxamıram, kömək elə. Cırtdandır da görürsüz də. Kömək elə, qalxa bilmirəm axı mən. Kömək elə də. Gəl, Ay, gəl. Yavaş. Gəl bura, Ay, bax. ay, ay. Bax ay cırtdan. Görsən ki, bu işlərin yeri yoxdur. Axırı hara gəldi çıxdı. Mən əslində nə səndən, nə də uşaqlardan küsmürəm. İstədim göstərim ki, gör necə olur. Sənin belə deyək tərzivi çıxartdım. Məndən küsməmişdin indi sən? Yox. Və məndən küsməmisənsə, niyə bu qədər bu şey atdın? Mən də getdim o daşı götürəndə ayağıma düşdü. Və deyərdin ki, cırtdan, səndən küsməmişəm mən. Sən O mənə daşı imkan götürmə. verirdin ki, danışmağa, ay cırtdan. Hə? Sən mənə imkan verirdin? Yox. Ax, cırtdan. Hə, çiçək bacı, Görürsüz də neyniyim? uşaqlar. Elə bildim ki, mənlə dostay olmursan da sən dostlarımı da əlimdən alırsan. Mən nə Yox. bilim, sən belə eləyəcəksən. Yox, elə deyil cırtdan. Mən istədim ki, bir anlıq özünü sən görəsən. Elə bil ki, güzgüdən baxırsan da. İstədim sən özünü görəsən, görüm necədir. Ləzzət eləyir ya yox. Çiçək bacı, əslində peşmanam, bağışla məni. Bəzi zibilləri belə atdım. Əslində içimdəki bir dənə cırtdan vardı, deyirdi ki, o Aha. çiçək bacı yaxşıdır, onu atma. Amma o birisi deyirdi ki, yox, yaxşı eləyirsən, at. Hə, bu birisi də deyirdi ki, eləmə, deyirəm. Çiçək bacı bağışlayırsan məni. Yox, narahat olma. Gəl Mən səndən qucaqlayım sən küsməmişdim. barışaq. Gəl. 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 Əl Gəl, ver. əl verək. Hə, bu yana baxıram. Ax, cırtdan. Ay, ayağım. Ay, Yaxşı. Dayan. Ay, Gəl. ay. Gəl ayağımı sarayım görüm nə oldu sənə. Ay, cırtdan. Həkim Yəni bu dəmiri hardadır? dartmısan bura. Ay, cırtdan. Uşaqlar, tapdınız cavabı? Oo, hələ də fikirləşirsiniz? Ay. Tapmamısınız. Deməli, tapmacamız necə idi? Ağac başında ağca yumaq. Görəsən nədir? Ağac başında ağca yumaq nə cür ola bilər? Yox, quş yuvası deyil, başqa. Ağ olur, hər yer ağ olur, o gələndə fəsildir. Hə, soyuq olur. Tapdınız, yazın, göndərin cavabı. Bəli. Salam, Ay, sağ ol. Sən necəsən? Özünə gəlmisən? Ay, nə yaxşı. Ay, qəşəng Hə, ayağım. mən elə narahat idim də. Necə narahat olmayım axı? İndi yaxşısan da axı dəqiq, hə? Çox şükür. Həmişə belə yaxşı olasan. Yaxşı. Sağ ol. Sağ ol. Salamat. Hə, çox şükür. Ay, kimdən danışırdın? Anamla danışırdım. Ana, necə olub anan? Yaxşıdır? İndi yaxşıdır, bəli. Çox şükür indi yaxşıdır. Elə fikrim tək yaxşı qalmışdı onda. Hə də, uşaqlar biz elə ona görə idi. Tək yaxşı olsun Çiçək bacı, hə. Sağ ol, sağ ol. Anaların qayğısına qalmaq lazımdır. Bəli. Anaların qayğısına qalmaq lazımdır. Onlar üçün narahat olmaq lazımdır. Mən də nənəm üçün narahat oluram, hoppa, qayğısına qalıram, hoppa. Hardasan, hardan gedirsə Buradayam. Görsən ki, yerimdə qala bilmirəm də. Tək ayaq üstə qalmaq çox çətindir, Çiçək bacı. Xəbərin Mən var? dedim otur da oturmadı. Mən neyniyim Yox, axı? oturmaq istəmirəm. Belə qalmaq daha yaxşıdır. Oturmaq da istəmir, ayaq üstə də Yox, qalaq. sən ayaq üstə qalasan, mən oturum. Nə nəzakətli olmusan. Çiçək bacı, Bəli, nəzakətli idin Ay sən. Çiçək bacı, Bəli. ayağımdan da iyi gəlir. Hə? Ayağımdan iyi gəlir. İndi mən nə vaxt yuyacam bu ayağımı? Pis iyi gəlir. Ay cırtdan, ay cırtdan. Bəsdir, ay cırtdan. Ay. Necə də pis iyi gəlir. Ay. Yaxşı cırtdan, bəsdir, ayıb uşaqlar. Gedib sonra yuyarsan. Yox, yəndiyim yuyuram da ayağımı sarım. Ay. Bəli uşaqlar, olur da. Özümə gəldim. Hə uşaqlar, sizin də başınıza bizim başımıza gələn hadisə kimi hadisə gəlibsə, mütləq aşağıda qeyd olunan nömrələrə yazın, göndərin və tapmacanın cavabını müsabiqədə iştirak eləmək istəyirsinizsə, ay ayağım, ay. Hə, qışqırma cırtdan, qışqırma, sakit ol. Hə, müsabiqədə iştirak eləmək istəyirsinizsə, aşağıdakı nömrələrə yazın, göndərin. Mütləq. Hətta ay, mənim belə şəklimi də çəkib göndərə bilərsiniz mənə. Hə, heç nə. Hə, Çiçək bacı getmək istəyirəm evə. Ay, hoppa.
Cırtdan, Ha, sən demədin, sənə nə olmuşdu? Sən niyə belə bugün belə halın üstündə deyildi, yaxşı deyildin? Mən bildik ki, yəni mənim anama görə bu cür idim də. Sənə nə olmuşdu? Heç nə. Mən də nənəmin nəsə nastradası yox idi, qaşqabaqlı idi. Mənim də halım ona pis olmuşdu. Aha, ben nənəndən soruşmadın ki, niyə belə olur? Yo, indi gəlib soruşacağam. Ay, Gördüm qaşqabaqlıdır, mən də qaşqabaqlı oldum. İstəsən zəng eləyim soruşacağam. Yox, gedək evə, da getmək istəyirəm evə. Yaxşı. Uşaqlar, bugünlük bu qədər. Cırtdan da uşaqlar. getsin. Neyləsin, nənəsinin yanına görə Ay, nə yıxılacam olur? indi Mənə bir dəqiqə, deməli, tez. sabah mənə mütləq də yanına. Yaxşı, yaxşı, tez ol da yıxılıram. Hə, gedək uşaqlar. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun uşaqlar. Sağ olun. Mən ayağı qırıq cırtdanam. Hey! Ay.